Decide whether the statements are true or false. Qərar verin ki, cümlələr doğru yoxsa yanlışdır. Birinci cümləmizdə the sound creates a special echo which makes it more exciting. Səs xüsusi bir echo yaradır, hansı ki onu daha da həyəcanlı edir. Birinci cümləmiz mətnə əsasən doğru hesab olunur, çünki mətnimizdə ikinci paragrafın sonunda belə bir məlumat verilir ki, the sound moves through the ice walls and it creates a special echo which makes it more exciting. İkincidə people sit on blocks of ice with soft fur on them. İnsanlar üzəri yumşaq tüklə örtülmüş buz bloklarında otururlar. İkinci məlumatımız da mətnə əsasən doğru hesab olunur. Çünki mətnimizdə birinci paragrafın son hissəsində qeyd olunur ki, people sit on blocks of ice, soft fur covers the blocks and it keeps people warm. Üçüncü cümləmizdə some people come here because it's a hot place. Bəzi insanlar bura isti olduğuna görə gəlir. Məlumat yanlışdır, çünki təbii ki buzdan ibarət olduğu üçün soyuqdur bu məkan. Before the show, people drink warm chocolate or cold tea in the theater. Demək, proqramdan əvvəl insanlar isti şokolad və soyuq çay içirlər teatrda. Yenə məlumatımız yanlışdır, çünki demək, teatrdan sonra yaxınlıqdakı kafeyə gedib isti şokolad və ya isti çay içirlər deyə mətndə məlumat verilmişdir. Qeyd etdiyimiz məlumatlara əsasən birinci və ikinci cümlələr true, yəni doğru hesab olunur. 3-4-cü cümlələr isə yanlış, yəni false hesab olunur.